Azərbaycan və Mərkəzi Asiya ölkələrinin birgə təşkil etdikləri hər bir tədbir qarşılıqlı münasibətlərin dərinləşdirilməsi, əlaqələrin çoxşaxəlliyinin artırılması üçün yeni imkanlar açır. Odur ki, 7-ci məşvərət görüşü də bu baxımdan regional və qlobal proseslərə, platforma üzvlərinin həmin proseslərdə aktiv iştirakına bir daha aydınlıq gətirmək və geostrateji hədəflərin istiqamətlərini bir daha dəqiq müəyyənləşdirmək baxımından mühüm önəm kəsb edir. Beləliklə, Daşkənd görüşünün nəticəsi olaraq Azərbaycan Mərkəzi Asiya formatına qəbul olunur, ölkəmiz Mərkəzi Asiya üzrə keçirilən məşvərət görüşlərinin tam hüquqlu üzvü statusunu əldə edir, formatın ölkə tərkibi mövcud 5-likdən 6-lığa çevrilir, iki strateji məkan vahid regional format çərçivəsində daha sıx birləşmək imkanı qazanır, eyni tarixi, mədəni, coğrafi və geosiyasi məkanı təmsil edən ölkələrimiz yeni strateji platforma formalaşdırır. Yeri gəlmişkən, Prezident İlham Əliyev səfərdən öncə Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində bu məqama ayrıca olaraq toxunub izləyək. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid, tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. Xəzər dənizi ilk baxışda Azərbaycanı Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayırsa da, əslində mühüm birləşdirici amildir. Bugün Xəzər dənizi sadəcə coğrafi anlayış deyil, o hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir. Təbii, əməkdaşlığın səmərəliliyi rəsmi Bakının dost və tərəfdaş ölkələrlə qurduğu əlaqələrin xarakteri, Azərbaycanın təmas coğrafiyası ilə birbaşa bağlıdır. Bu coğrafiya isə həddindən artıq genişdir. Uzaq Amerikadan tutmuş Mərkəzi Asiya regionuna, oradan da Çinə qədər uzanır. Bunun təməlində isə heç şübhəsiz ki, Prezident İlham Əliyevin beynəlxalq tribunalarda irəli sürdüyü təşəbbüslər, həmin təşəbbüslərin icra mexanizmləri, inam və etimad, praktik iş durur. Xüsusilə də Mərkəzi Asiya respublikaları ilə. Azərbaycan regiondakı bütün ölkələrlə ən yüksək səviyyədə əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Hesab edirəm ki, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ikitərəfli əsasda qurulan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, həmçinin fəal siyasi dialoqumuz və qarşılıqlı səfərlərimiz bu əməkdaşlıq formatının uğurunda mühüm rol oynayır. Üstəlik, əməkdaşlıq formatının uğurunu şərtləndirən mühüm faktorlar sırasında orta dəhlizin özünəməxsus yeri və rolu var. Bugün beynəlxalq nəqliyyat xəritəsində artıq vazgeçilməz segmentə çevrilən bu marşrut Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar yaradır. Gəlin rəqəmlərin dili ilə danışaq. 2024-cü ildə ölkələrimiz arasında tranzit daşımaların həcmi 2023-cü illə müqayisədə 18%-dən çox artaraq 1,3 milyon tonu keçib. 2025-ci ilin ilk 9 ayında həmin rəqəm təxminən 1 milyon tona çatıb ki, bu da nəqliyyat mübadilələrində dinamik artımı nümayiş etdirir. Yaxın illərdə gücü 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və 9 beynəlxalq hava limanı ölkəmizin qlobal nəqliyyat və logistika qovşağı rolunu gücləndirir. Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə böyük fayda gətirəcək. Bəli, Prezidentin müsahibəsindən də aydın görünür ki, Azərbaycan qlobal nəqliyyat enerji layihələrinə ayrıcı xətlər çəkmək yox, bütün qitələri və dövlətləri birləşdirmək üçün vasitə kimi baxır. Başqa sözlə, Azərbaycanın niyyəti safdır və bu niyyət əməkdaşlığa, təhlükəsizliyə xidmət edir. Çox şükür ki, dünyanın aparıcı gücləri, konkret Amerika Birləşmiş Ştatları, Çin, eləcə də dost və qardaş ölkələr, ilk növbədə də Türkiyə və Mərkəzi Asiya respublikaları da Azərbaycanı, onun lideri İlham Əliyevi yaxşı tanıyır və tanıdıqları üçün də ölkəmizin qlobal təşəbbüslərinə fəal qoşulur, dəstək ifadə edir. Как вы знаете, одним из достижений Vaşinqtonskого sammiti в августе является Bildiyiniz kimi, avqustda keçirilən Vaşinqton sammitinin nailiyyətlərindən biri TRIP layihəsidir. Prezident Trump layihəyə öz adını verib və bu layihənin mütləq reallaşdırılacağından xəbər verir. Bununla da orta dəhlizin daha bir marşrutu açılır. Ənənəvi olanlara daha biri əlavə olunur. Zəngəzurdan ən yüksək müasir standartlarla 15 milyon ton yük dövriyyəsi. Beləliklə, Asiyadan Avropaya və əks istiqamətdə bizim ölkəmizdən keçən yüklərin həcmi özlüyündə artım potensialına malikdir.
Amma həm də onların qəbulu və göndərilməsi üçün daha da böyük potensial olacaq. Будет иметь еще больший потенциал к приему и отправке. Fikir verirsinizsə, dövlət başçısı son açıqlamalarında Zəngəzur dəhlizinə daha tez-tez toxunur. Və bu da əlbəttə ki, təsadüfi deyil. Əvvəl ona görə ki, Zəngəzur dəhlizi bizim üçün tarixi missiyadır və bu missiyanın başlıca hədəfi Azərbaycanla Naxçıvanı quru yolla birləşdirməkdir. İkincisi, dəhlizin açılması yalnız Azərbaycanın da yox, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birbaşa və ən əsası maneəsiz əlaqələrdən gətirib çıxaracaq. Məsələyə daha qlobal yanaşsaq, dünyanın nəqliyyat arteriyasının məhz Cənubi Qafqaz, məhz Azərbaycan üzərindən keçməsini təmin edəcək. Dünyanın nəqliyyat arteriyası isə şimal-cənub-şərq-qərb dəhlizidir. Üçüncüsü, Zəngəzur dəhlizinin açılması Azərbaycanın regional və beynəlxalq arenada çəkisini daha da artıracaq. Əməkdaşlıq coğrafiyasını daha da genişləndirəcək. Və Prezident İlham Əliyev Zəngəzur dəhlizi mövzusuna dönə-dönə toxunmaqla həm bu mövzunu daim dünya gündəmində saxlayır, həm də dəhlizin reallaşmağa yaxın olduğunu, Azərbaycanın zəruri infrastruktur yaratmaq baxımından öz üzərinə düşən vəzifəni faktiki yerinə yetirdiyini, digər ölkənin, ilk növbədə də Ermənistanın zəruri addımlar atmalı olduğu mesajını verir. Paralel olaraq məlum dairələrə o mesajı ünvanlayır ki, kənar durun, marşrut üçün hər hansı maneə yaratmayın. Bu da səbəbsiz deyil, çünki son zamanlar Zəngəzur dəhlizinin tədricən reallaşdığını görən həmin o bədnam dairələr aktiv fəaliyyətə keçiblər. Təsadüfi deyil ki, həftə içi TDT üzvü olan ölkələrin xüsusi xidmət orqanları rəhbərlərinin iştirakı ilə Xankəndi şəhərinə təşkil edilən beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında, xüsusi xidmət orqanlarının rolu mövzusunda beynəlxalq konfransda bu məsələlərdən danışıldı və konfransa müraciət ünvanlayan Prezident İlham Əliyev də Zəngəzur dəhlizinin reallaşması ilə bağlı destruktiv qüvvələrin hərəkətə keçdiyini bildirdi. Bu layihənin reallaşması nəticəsində yükdaşıma həcminin çoxalması regionun rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq. Ona görə də nəqliyyat qovşaqlarımızın artan rolu onları destruktiv qüvvələrin hədəfinə çevirir. Nəqliyyat və kommunikasiya xətlərimiz beynəlxalq terrorçuluqla, transmilli mütəşəkkil cinayətkarlıqla, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə, qaçaqmalçılıqla, eləcə də kritik nəqliyyat infrastrukturunun idarəetmə sistemlərinin iflicinə yönəlmiş kiber təhdidlərlə üzləşir. Odur ki, bugün qarşıda duran əsas vəzifələrdən biri də tranzit xətlərindən istifadə etməyə cəhd göstərən həmin o terrorçu təşkilatlar və cinayətkar qrupların destruktiv fəaliyyətinin qarşısını almaq. Bunun üçün də əlaqələndirilmiş əməliyyat tədbirləri hazırlamaq və onu effektiv şəkildə reallaşdırmaqdır.